Azərbaycan Respublikasının Müdafiə Naziri ilə İtaliya Respublikasının Müdafiə Naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında niyyət protokoluna əsasən hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəssisələrində təhsilin təşviqi məqsədi ilə uğur qazanaraq fərqlənən məzunlara Hərbi Dəniz Qüvvələri Komandanlığı adından xatirə hədiyyələri təqdim olunur. İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Ricardo Romanoya Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı adından imzalanmış sertifikatla birlikdə dənizçi kortiki hədiyyə edilib. Hədiyyə İtaliyalı zabit Azərbaycan Respublikasının İtaliyadakı hərbi ataşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub. Qeyd edək ki, niyyət protokolunun müddəalarına uyğun olaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya Hərbi Dəniz Qüvvələri Komandanlığı adından tələbələrin şərəf qılıncı hədiyyə edilir.